Salam əziz dostlar, bugündən biz insanşünaslıq haqqında danışacağıq. Qur'an-ı Kərimdə insanşünaslıq. Ümumiyyətlə bu mövzuya girməmişdən qabaq, öncə yaxşı olar ki, biz Qur'ana məxsus olan təfsir elmi ilə qısa şəkildə tanış olaq. Hələ bir görək Qur'an insanı necə təfsir eləyir, necə izah eləyir. Ondan qabaq biz Qur'anın təfsirinin özü haqqında bir məlumat əldə eləyək. Bildiyimiz kimi Allah Teala Cəbrail mələyinin vasitəsilə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə ilahi kəlamları çatdırmaqla insanlara bir çox dəyərli və dərin mənalı ismaricilər göndərmişdir. Çox dəyərli olan bu mühüm qeybi xəbərləri dəqiq və düzgün formada başa düşmək üçün Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm və imamların aleyhimussalam nurlu kəlamlarından istifadə etmək lazımdır. Tarix boyu alimlər Peyğəmbər və imamların o elmindən bəhrələnib, Qur'anın ayələrini daha düzgün və dəqiq formada insanlara başa salmağa çalışıblar. Uzun illər çalışmalar nəticəsində İslam dünyasında təfsir adlı elm daha geniş şəkildə yayılmağa başlamışdır. Qur'an-ı Kərim üçün çox sayda və cildlərlə təfsir kitabları yazılıb, amma bu təfsir kitablarının hər birini mütaliə etsək, Qur'anın təfsirinin iki növ olduğunu görə bilərik. Beləliklə deyə bilərik ki, Qur'anın təfsiri iki növdür. Bir, tərtibi təfsir. Məqsəd Qur'andakı ardıcıllıqla ayələrin məqsədinin aydınlaşdırılmasıdır. Bir də mövzui təfsir. Bu növ təfsir isə bir mövzu haqqında Qur'anın baxışının araşdırılması, həmin mövzu haqqında Qur'an ayələrinin toplanması hissələrə bölünüb təhlilidir. Qur'anın söhbət açdığı ən mühüm mövzulardan biri də insan mövzusudur. Bu müqəddəs kitabın əsas mövzusu insanın doğru yola yönəlməsi barədə olsa da, eyni zamanda bu kitab insanın həqiqətindən də söhbət açır. İnsanın doğru yola hidayət olması üçün insanşünaslıq çox vacib mövzulardan biridir. Qur'an bu mövzunu daha ətraflı bəyan etmək üçün ənfusi və afaqi ayələrə işarə edir. Bu nöqteyi nəzərdən Qur'an ayələri iki hissəyə bölünür. Afaqi ayələr və ənfusi ayələr. Afaqi ayələr və ənfusi ayələr nədir? Onu da biz gələn bəhsdə danışacağıq inşallah.